Dostlar, hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərindən səhifə 58-də olan tapşırıqların yerinə yetirəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmayı unutmayın. Gəlin başlayaq. İlk tapşırığında deyir ki, aşağıdakı fikirləri genişləndirməklə robotlar və gələcəyimiz mövzusunda esse yaz. Faydaları 1. Robotlar insanların işini asanlaşdırır. 2. Robot işi insandan daha sürətli və dəqiq yerinə yetirir. Təhlükələr 1. Əgər robotlar nəzarətdən çıxarsa, insana zərər yetirə bilər. 2. Robot proqramında yaranan nasazlıq işlərin yanlış görülməsinə səbəb ola bilər. 3. Robotlar daha çox istifadə olunarsa, İnsanlar işsiz qala bilər. İndi isə esseyə keçək. Esseni mən yazmışam. Yəni ki, siz istədiyiniz kimi yaza bilərsiniz. Bu mən özüm üçün belə yazmışam. Siz daha yaxşısını yaza bilərsiniz. Mənim yazdığım esse budur. Robotların insanlara bir çox faydası var. Məsələn, robotlar insanların işini asanlaşdırır. Robot işi daha sürətli və dəqiq yerinə yetirir. Bunu bir çox sahələrdə görmək olar. Məsələn, tibb sahəsi, hərbi sahə, təhsil, istehlak və s. İstehsalat sahəsində hansı müəssisə daha güclü və müasir robotlarla əhatə olunubsa, onun məhsulları daha keyfiyyətli və qüsursuz olur. Digər sahələr də buna oxşardır. Ancaq robotların faydaları olduğu kimi bir çox təhlükəsi də var. Məsələn, əgər robotlar nəzarətdən çıxarsa, insana zərər yetirə bilər. Çünki o, sadəcə proqramlaşdırılmış bir süni insandır. Başqa zərərləri isə robotun proqramında yaranan nasazlıq işlərin yanlış görülməsinə səbəb ola bilər. Məsələn, təhsil sahəsində cavabları səhv yoxlaya bilər. Başqa bir təhlükəsi isə robotlar daha çox istifadə olunarsa, insanlar işsiz qala bilər. Buradan da o nəticəyə gələ bilərik ki, robotlar insana bənzəsə də, insan kimi ola bilməz. Robotların bizə faydaları olsa da, zərərləri də var. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.